Mən deyim ki, Hindistan-Pakistan arasında atəşkəsin pozulması demək olar ki, bu birinci hal deyil. 2000 belə deyək 16-cı ildə, 2019-cu ildə son atəşkəs razılığı 2021-ci ildə olmuşdur. Və indi də bu saat yenə də atəşkəs pozulub. Burada da təbii ki, səbəblər var. Hindistan tərəfi siz dediyiniz kimi Pakistan tərəfini terror haqqında günahlandırır. İslamabad hakimiyyəti isə olan sübutları, belə deyək, dəlilləri etibarlı saymır və bu fonda da prinsip cəhətdən düşünürəm ki, hələ bu terror haqqında sonuncu nöqtə qoyulmayıb bu məsələdə. Kim burada iştirak edir və bəlkə də yəni istisna olunmur ki, Hindistanla Pakistan arasında olan mürəkkəb məsələ vəziyyəti nəzərə alaraq iki ölkənin arasında yenə də gərginliyə səbəb olan terror aktı yəni yerinə yetirilib ki, bu iki ölkə bugün bu vəziyyətdə biz artıq bunun prosesini görürük. O ki qaldı Hind çayı. Hind çayı ilə bağlı əlbəttə Pakistan dəfələrlə deyib ki, əgər Hind çayını bağlasa, onda bu artıq Pakistana müharibə elan etmiş kimi bərabər bir addım olacaq. Ancaq ki, Hind çayı da mən deyim ki, bağlaması o qədər də belə deyək ki, real görünmür. Çünki birincisi o çayın o suyun hara yəni yönəltməsi məsələsi sual işarəsi altındadır, ya da ki, elə bir anbar yoxdur ki, o qədər suyu saxlasınlar. Düzdür, Hindistan tərəfi müəyyən bir yağışlar olmadığından və digər proseslərə görə 20-25% suyun azalması ilə bağlı müəyyən bir fikirlər söyləyilir və mən düşünürəm ki, bu bunun ətrafındadır. O ki, qaldı silahların, belə deyək, sınaqdan keçirilməsi. Mən bunu bağlamazdım. Hindistanın, Pakistanla hansıdırsa, belə deyək, nə idisə göstərməyə. Çünki siz bilirsiniz, hər hansı bir silahı sınaqdan çıxartmaq üçün müəyyən bir proseslər gedir, hazırlıqlar gedir və belə bir ciddi silahın sınaqdan keçirilməsi üçün bəlkə də bu vəziyyətlə bağlı üst-üstünə düşməsini istisna etmirəm. Ancaq ki, Hindistanla Pakistan arasında olan bugünkü gərgin münasibəti nəzərə alsaq, Hindistan məhz bu sınaqdan keçirilən raketlə bir daha öz əzələ nümayişi kimi də qiymətləndirmək olar. Ancaq ki, bilirsiniz, iki böyük ölkə, belə deyək, nüvə silahına malik olan ölkələr çox vaxtı o nüvə silahına malik olması bu daha çox hansıdırsa ciddi addımlardan çəkindirən bir faktordur. Ona görə də digər tərəfdən mən deyərdim ki, nüvə silahı olan ölkələrə beynəlxalq müəyyən bir o çərçivədə öhdəçiliklər götürürlər. Yəni, bunun üçün nüvə silahın tətbiqi ilə bağlı. Biz hal-hazırda Rusiyanın dəfələrlə bu haqda bu məsələni qaldırsa da, desə də, bütün danışıqlardan çıxsa da, ancaq görürük ki, bu silahın tətbiqi və yaxud istifadəsi, qadağası Rusiyanı o addımı atmaqdan çəkindirir. Və əlbəttə Hindistan da, Pakistan da düşünürəm ki, bu məsələləri belə deyək, masa arxasında həll edəcəklər. Çünki hər iki ölkə bilirlər ki, burada qalib olmayacaq və belə olduğu halda bu terror aktı da elə bir ciddi bir faktor deyil ki, iki böyük ölkə hansıdırsa, belə deyək, müharibəyə başlasınlar. Düşünürəm ki, istintaq gedir, istintaqın nəticələrinə görə hansı qərarlara, hansı istiqamətdə məsələ inkişaf edəcək. Əgər doğrudan da Pakistanda yaşayan, belə deyək ki, vətəndaşları burada bu terrorda iştirak edibsə, mənə elə gələr, onlar qanun qarşısında, Pakistan qanun qarşısında cavab verəcəklər və bununla da bu məsələ prinsip cəhətdən həllini tapacaqdır. Və mən deyim ki, Pakistan silahlı qüvvələri çox güclü silahlı qüvvələridir. Düzdür, belə say və s. həcmi baxanda ola bilsin ki, Hindistan qədər olmasa da, ancaq keyfiyyət baxımından, döyüşkənlik baxımından və belə deyək, Pakistanın
hərbi sənaye kompleksinin müasirliyi baxımından əlbəttə Hindistanla rəqib ola biləcək şəkildə olan bir güclü bir devlettir.